Dostlar, xoş gördük hər birinizi. Dövlət İmtahan Mərkəzinin test toplusunun növbəti mövzusunun izahına baxırıq. Mövzumuz Rus-Qacar müharibələri. Rus qoşunu bu döyüşdə Abbas Mirzənin qoşununu məğlub edərək Lənkəran qalasını mühasirəyə aldı. Lənkəran qalasını mühasirəyə salan döyüş 1812 Aslandüz döyüşüdür. Lənkəran xanlığı Rusiya tərəfindən işğal olundu. İkinci Rus-Qacarda yox, Lənkəran 1813-də işğal olunub, ləğv olub 1826-da. Birinci Rus-Qacar müharibəsi ərəfəsində yox, gedişində. Pənahalı xanın hakimiyyət dövründə Pənahalı ilə əlaqəsi yoxdur. Aslandüzdən sonra bəli 1812 Aslandüz döyüşü nəticədə Lənkəran qalası mühasirəyə alındı və Lənkəran xanlığı işğal olundu. İkinci, bir dəqiqə üzr istəyirəm, D variantıdır. İkinci Rus-Qacar müharibəsi ərəfəsində yox. Oldu ki, D variantı. 3. Gəncə xanlığının Gəncə şəhərinin adı dəyişdirilib Yelizavetpol adlandı. Nə zaman? 19-cu əsrin 20-ci illərində yox. İkinci Rus-Qacar müharibəsi nəticəsində deyil. 19-cu əsrin ikinci yarısında yox, birinci yarısında, 1804-cü ildə. Birinci Rus-Qacar müharibəsi nəticəsində yox, birinci Rus-Qacar müharibəsindən əvvəl baş verib bu. Gəncə xanlığı ləğv ediləndən sonra bəli adı dəyişdirilib, Yelizavetpol adlanır. Gəncə xanlığı işğal edildikdən sonra xanlıq idarə üsulunun əvəzində nə yarandı? Yəni 1804-cü ildə. Rus zabitləri və yerli bəylərin daxil olduğu əyalət şurası yox, quberniya yaranmadı, Yelizavetpol quberniyası yox dairəsi, yerli bəylərdən ibarət müvəqqəti şura yox, hərbi inzibati idarə etmə sistemi, komendant idarə üsulu, Y variantı. 1807-ci ildə Gümrü yaxınlığında döyüş baş vermişdi, Rus-Osmanlı arasında baş verib bu döyüş. Rus-Osmanlı arasında. Naxçıvan İrəvan xanlıqlarının 1828-ci il tarixinə aiddir. Ərazilərində Rus zabitlərinin başçılıq etdiyi müvəqqəti idarə yarandı yox. Müvəqqəti idarə yaranıb iki ərazidə. Bir Şəkidə, yəni 1-ci Rus-Qacar müharibəsində, bir də 2-ci Rus-Qacarda Təbrizdə. Rus müstəmləkəçi əleyhinə qarşı üsyan qaldırmaları yox. Ləğv edilərək ərazilərində qondarma erməni vilayəti yarandı. Bəli, 1828-21 martda. Rusiya dövlətinin tərkibinə könüllü daxil olmaları deyil, Rus qoşunları tərəfindən işğalları 1827-dir. 19-cu əsrin ilk rübündə, 19-un ilk rübü 1801-1825-dir. Bir rübümüzdə 25 il var. Üçkilsə və Qəməhli döyüşlərinin oxşarlığı, Üçkilsə və Qəməhli döyüşləri baş verib 1804-cü ildə. Qacarlar və İrəvan xanlığının birləşmiş qüvvələri Ruslara qarşı, Ruslar məğlub olmuşdu. Osmanlı burada iştirak etmir, Naxçıvanla bağlı deyil. Rus qoşunları İrəvanı tuta bilmir, uğursuz olur yürüş. Osmanlılar burada iştirak etmir, İrəvan xanlığı uğruna baş vermişdi və Ruslar məğlub oldu. İrəvanın mühasirəsi də uğursuz oldu. Azərbaycanın iki hissəyə bölünməsini rəsmən başa çatdıran müqavilə Türkmənçaydı. Azərbaycanın işğalında başlayan müqavilə, yəni birinci mərhələsini, işğalın birinci mərhələsini bitirən Gülüstandı, ikincini rəsmən bitirən Türkmənçaydı. 1828-də başlamış Rus-Osmanlı müharibəsini başa çatdıran müqavilə, bu da 1829 Ədirnə müqaviləsidir. Naxçıvan xanlığının Rusiya tərəfindən işğalını rəsmiləşdirən müqavilə, Naxçıvan İrəvanını rəsmiləşdirən müqavilə Türkmənçay müqaviləsidir. Çünki Gülüstan müqaviləsində Naxçıvan İrəvan Qacarın tərkibində idi. Daha əvvəl Türkmənçay olacaq 1828, Ədirnə 1829, Georgiz 1802, Gülüstan 1813, Buxarest 1812. Daha əvvəl olanda burada Georgiyevsdir. Daha gec Gülüstan 1813, Ədirnə 1829, Kürəkçay 1805, 1828, Rəşdə 1732. Daha gec ən sonda baş verən deyirsə, Ədirnəni götürürəm burada. Daha əvvəl 1805 budur, Ədirnə 1829, 1812, 1813, 1828. Daha əvvəl, lap əvvəl Kürəkçay müqaviləsi olub. 19-cu əsrin birinci yarısında Rus-Qacar müharibəsinə son qoyan müqavilə, 19-un birinci yarısında 1801-1850-yə qədər olan hadisələrdir. Əlbəttə ki, Rus-Qacara son qoyan müqavilə Türkmənçay müqaviləsidir. 19-cu əsrin birinci yarısında Azərbaycanın dövlətçilik ənənələrinə son qoyan müqavilə, bu da əlbəttə ki, Türkmənçay müqaviləsidir. Azərbaycan dövlətçiliyinə son qoyan müqavilə. Aslandüzün nəticəsi. Aslandüz 1812 Rus-Qacar arasında baş verib, Rusiya burada Qacarlara qalib gəlib. Rus qoşunları Qacarların qoşunları tərəfindən məğlubiyyətə uğradı. Rus məğlub olmur, qalib gəlir. Bakı xanlığının qoşunları, Bakı xanlığı burada iştirak etmir. Lənkəran xanlığının daxili müstəqilliyinə son qoyuldu. Yox, bu 1826-dır.
İrəvan xanlığı burada deyil. Rus qoşunları qalib gəldi Qacarlara. 1827 Cavanbulaq döyüşünün nəticəsi. Rus qoşunu qalib gəldi. Bəli. İkinci Rus-Qacar döyüşündə, müharibəsində baş verən döyüşlərin hər birində Ruslar qalib gəlib. Qacar qalib gəlmir, Osmanlı iştirak etmir. Sərdarabad qalası Qacarlar tərəfindən ələ keçirildi. Yox, Səlim xan da burada yoxdur. 17A. Gülüstan müqaviləsinə əsasən Rusiyanın hakimiyyəti altına düşməyən Azərbaycan xanlıqları. Gülüstan müqaviləsinə əsasən Rusiyanın tabeliyinə keçməyənlər, əlbəttə ki, bu İrəvandır. Bir də Naxçıvan, digərləri Rusun tərkibindədir. İrəvan, Naxçıvan. Bunlar da Türkmənçay müqaviləsinə Rusun tərkibinə keçəcək. 1-2 C variantı. 1806-cı ildə Quba və Bakı xanlıqları işğal etmiş dövlət Qubanı 1806 işğal edib orada əyalət şurası yaradırlar. Bakını həm işğal edirlər, həm də ləğv edirlər. Hansı ölkədir bu? 3 Rusiyadır. 19D. 20. 1806-da Bakı xanlığı və Dərbəndi işğal etmiş dövlət Bakı da Dərbənd də 1806-da həm işğal olur, həm ləğv olur Rusiya tərəfindən. 1813-cü ildə Rusiyanın işğal etdiyi xanlıq, bu da Lənkəran xanlığıdır. 21 C variantıdır. 22. 1827-ci ildə Rusiya tərəfindən işğal edilmiş Azərbaycan xanlıqları 27-də də Naxçıvandır, İrəvandır. 1-3 B-dir. 1722-ci və 1806-cı illərdə Dərbəndi işğal etmiş dövlət, bəli bu dövlət Rusiyadır. 23 olacaq B variantı. 24. 1723-1806 Bakını işğal etmiş dövlət Rusiyadır. 24-də D-dir. 25. Cənubi Qafqazın 19-cu əsrin 1-ci yarısı tarixi ilə bağlıdır. 19-un 1-ci yarısı İstanbul müqaviləsi bu olacaq 1724-18-ci əsr, Rəşd 1732-18-ci əsr, Gəncə 1735-18, Qəsr Şirin 1639-17, Ədirnədir 1829. 25Y 26 1803-cü il Anadolu öhdəlik sazişinə əsasən Anadolu öhdəlik carlarla Rusiya arasında bağlanıb, carlar sədaqət əlaməti olaraq Rusiyaya girovlar verməli idi. Əsas şərt elə biri buydu. Qarabağ xanlığı Rusiya hakimiyyətini qəbul edirdi. Qarabağ xanlığı iştirak etmir axı burada. Şəmşədil Pəmbək torpaqları Şərqi Gürcüstanla birlikdə Rusiyanın tərkibinə daxil oldu. Bu 1801-dir. Yalnız Şimal xanlıqları Rusiyanın tərkibinə daxil olduğu yox, carlılarla müqavilədən gedir söhbət. Cənubi cəmaəti xarici siyasətdə müstəqilliyini saxlayırdı. Sazişə əsasən, yəni burada da belə bir şeydən danışmamışıq Anadolu öhdəlikdən. Cənubi daxili muxtariyyəti qalırdı sadəcə. Daxili muxtariyyəti qalırdı, onu da 1830-da Rusiya ləğv edəcək. Azərbaycanda yerli bəylərdən ibarət əyalət şurası təşkil olundu. Yerli bəylərdən ibarət əyalət şurası 1806-cı ildə Qubada təşkil olunacaq. Cənubi Rusiya tərəfindən işğalından sonra yox, Pyotrun Xəzər sahili bölgələrə yürüşü deyil. Quba xanlığı müstəqil xarici siyasət yeritdiyi dövrdə, Quba xanlığının müstəqil xarici siyasət yeritdiyi dövrdə yox, Quba xanlığı Rus qoşunları tərəfindən işğal olunandan sonra, bəli 1806-da Quba işğal olunur burada. Əyalət şurası yaranır. 1810-da da ləğv edirlər Qubanın üsyanından sonra. D-dir. Nikolayın göstərişi ilə Şimal xanlıqlarında yox. Qubada yerli bəylərdən ibarət əyalət şurası ləğv olundu nə zaman? O zaman ki 1810-cu ildə Quba Rusiya əleyhinə üsyan qaldıracaq. 19-cu əsrin ilk 10 illiyində, elə budur, ilk 10 illikdir 1810, Gülüstan 1813-dür, Gülüstanla əlaqəsi yoxdur. 2-ci Rus Qacarda deyil, 1-ci Rus Qacarın gedişində ləğv olub Quba. Anadolu öhdəliyi carlılarla bağlıdır. Komendant idarə üsuluna qarşı baş vermiş üsyan nəticəsində, yox, komendant idarə üsulu hələ yaranmamışdı Qubada, ləğv olandan sonra yaranacaq. 1722-1806 Rusiya tərəfindən işğal olunmuş şəhər. 22-ci ildə 1722 Dərbənddir, 1806-da işğal olunur, ləğv olunur. Deməli, 29-un cavabı olacaq bizdə C variantı. 1723-cü və 1806-cı ildə Rusiya tərəfindən işğal olunmuş şəhər. Bu da Bakıdır. 1723-də bir işğal olunur, 1806-da işğal olunur, həm də ləğv olunur. Bakıdır bu da B variantı. 31. İkinci Rus-Qacar müharibəsinə aid olan döyüşlərin biri buraxılmışdı. Şəmkir var, Gəncə var, Cavanbulaq var, bir də Sərdarabad döyüşüdür. 1827-ci ildə Ruslar Qacarlara qalib gəlir. Birinci Rus-Qacar müharibəsinə aid olan döyüşlərin biri buraxılıb, 3 isə Qəmərli, Sultanbudu verib, Qarababa döyüşü 1809-da olub, Ruslarla
Qacarlar arasında burada Qacarlar qalib gəlir. Gümrü Osmanlı Rusdur. Şəmkir döyüşü 2-ci Rus Qacardı gəmisi Şəmkir, Sərdarabadda, Cavanbulaqda. 32 oldu B variantı. 33 müvafiq olaraq 1819-1820-ci ildə ləğv edilmiş Azərbaycan xanlıqları. 19-da Şəki idi ləğv olan, 20-də isə Şamaxı. Bir və müvafiq deyirsə 1819-cu il ləğv olunanı götürməliyik, Şəkini. 20-də isə Şamaxını. 3-1. Azərbaycanın 1723-1806 tarixinə aid oxşar cəhət. Şamaxı Salyan. Yox, burada 1723-1806-dırsa, çox güman ki, Bakının işğalından danışır. Şamaxı Salyan deyil. Gəncənin ruslar tərəfindən işğalı. Yox, Gəncə 1804 həm işğal, həm ləğv olur. Bakının rus qoşunları tərəfindən işğalıdır. Bəli, C variantı. Quba xanlığının rus qoşunları tərəfindən tutulması 1806-dadır. Bir sıra xanlıqların rus qoşunları tərəfindən işğal olunması 1723-1806. Bir sıra xanlıq deyəndə ki, 1723-cü xanlıq yoxdur heç. Doğru cavab 34-də C variantı. 35. Azərbaycanın 1796 və 1804 tarixinə aid oxşar cəhət. Ağa Məhəmməd Qacarın Qarabağa hücum etməsi 95-ci ildədir. 1795-1797-dədir. Qarabağ və Quba xanları tərəfindən İstanbulda elçi heyətinin göndərilməsi. Yox, Gəncə xanlığının rus qoşunları tərəfindən işğal olunması. Gəncə 1796-da işğal olunur, 1804-də də düzdür. Qarabağ Şəki xanlıqlarının Rusiya ilə diplomatik əlaqələr yaratması 96-1804-də yox. Şəki xanlığının Quba xanlığına birləşməsi. Şəki xanlığının Quba xanlığına birləşməsi. Şəki işğal olunur 1805-də, ləğv olur 1819-da. 1805-ci ildə Rusiyanın hakimiyyəti altına keçmək haqqında müqaviləni imzalamaq məcburiyyətində qalan xanlıq Şamaxı xanlığıdır. Ermənilərin Osmanlı dövlətindən Cənubi Qafqaza köçürülməsinə imkan verən sülh müqaviləsi. Ermənilərin Osmanlı dövlətindən deyirsə, bu müqavilə Ədirnə müqaviləsidir. İrandan gələnlər Türkmənçayla gəlir. Qacarlar dövlətindən əhalinin Cənubi Qafqaza hərəkətinə icazə verilməsini nəzərdə tutan sülh müqaviləsi, bəli, Qacarlar dövlətindən gələnlər Türkmənçayla 38C-dir. 1804-1813-cü illər Rus-Qacar müharibəsi gedişində baş verməmişdi. Sultanbud 1812 baş verib, Aslandüz baş verib, Gəncənin Rusiya tərəfindən işğalı bu 1804-cü ildə yanvardadır. Yox, bu Rus-Qacar müharibəsindən düşmür. Bakı xanlığının işğalı düşür, Kürəkçay müqaviləsi düşür. 1804-1813-cü illər Rus-Qacar müharibəsi gedişində baş verməmişdi. Gülüstan müqaviləsinin imzalanması aiddir, Sultanbud aiddir, Şəki xanlığı Rusiyanın tabirinə keçməsi haqqında müqavilə aiddir, Kürəkçaydır. Hüseynqulu xanlı danışıqlar zamanı Siyanovun öldürülməsi buradadır. Naxçıvan xanlığı Rusiya tərəfindən ləğv edilməsi bu artıq 1828-21 martdır. Aid deyil əlbəttə ki, 40 Y variantı. 41. Türkmənçay və Ədirnə müqavilələrinin nəticələrində oxşar cəhət. Cənubi Azərbaycan torpaqlarının Rusiyanın tərkibinə qatılması. Yox. Rus-Qacar müharibəsinə son qoyulması Türkmənçay. Osmanlı dövlətinin Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsi. Türkmənçayda Osmanlı yoxdur. Ədirnədə də Osmanlı möhkəmlənmir, Cənubi Qafqaza Rusiya möhkəmlənir. Ermənilərin Cənubi Qafqaza köçü, bəli, Osmanlıdan və İran ərazisindən. Şimali Azərbaycan Qacarlar müstəmləkəsinə çevrilməsi yox, çevrilmir. Şimali Azərbaycan Türkmənçayda Rusiyada qalır. 1819 Şəki, 1820 Şamaxı xanlıqları üçün ortaq cəhət. Rus qoşunlarının xanlıqların ərazisindən çıxarılması neçənci illər idi? 19-20 ləğv olma illəridir bunlar xanlıqların. Komendant İdarə Üsulunun ləğvi yox, yaranması, Əyalət Şurasının ləğvi yox, Xanlıq İdarə Üsulunun bərpası yox, ləğvi, Xanlıq İdarə Üsulunun ləğvi, bəli. 1822 Qarabağ, 26-da Lənkəran, bunların da ləğv olma illəri verilib. Rusiyanın əyalətinə çevrilmələri, bəli, ləğv olub, Rusiyanın əyalətinə çevriləcəklər. Düzdür. Rusiya ilə müqavilə bağlaması 22-26-da yox, yerli bəylərdən ibarət Əyalət Şurasının ləğvi, Əyalət Şurası Qubada olub. Rus qoşunlarına qarşı üsyanın baş verməsi, bunlar heç birində deyil. Komendant İdarə Üsulunun ləğvi yox, hələ yeni yaranır Komendant İdarə Üsulu. Şəki xanlığının 19-cu əsr tarixinə aiddir. Qızılqaya xəyanəti 1752-dir, 18-dir. Rusiya ilə müqavilənin imzalanması 1805-dir. Elə budur. Ağa Məhəmməd Qacarın yürüyüşü 18-ci əsrdir. Əsasının qoyulması 18. Qarabağ xanlığı ilə müharibə etməsi, Şəkinin Qarabağla
müharibəsi, bu Bayat savaşıdır. Bu da 1748-18-ci əsrdə. 19-cu əsrin ikinci rübünə aiddir. Bu da yəni 1826-dan 1850-yə qədər olan hadisələrdir. Gəncənin Yelizavetpol adlandırılmasına başlanması bu birinci rübdədir. Gülüstan sülhünün imzalanması birinci rübdədir Gülüstanda 1813-dür. İrəvan xanlığının Rusiya tərəfindən işğal olunması, bəli, işğal 1827, düşür bu ikinci rübə. Şəki xanlığı 1819-a ləğv olub birinci rübdür. Hacı Murtuzun başçılığı ilə Zaqatala üsyanı bu 1863-cü ildir, bu üçüncü rübdür. Doğru cavab 45-də oldu bizdə C variantı. Şəki xanlığı 19-cu əsrin aid deyil. Bayat savaşı ilə 1748-də olub, 18-ci əsrdə. 46 oldu A. Rusiya ilə müqavilə 1805-dədir. Xanlıq 1819-da ləğv olur. Xanlıq idarə etmək üçün müvəqqəti idarə 1806. Səlim xan tərəfindən Rus qoşunlarının Şəkidən qovulması 1806. 1827 Cavanbulaq döyüşünün nəticəsi. Şəkidə ruslar öz hakimiyyətini bərpa etdilər. Yox. Sərdarabad qalası Rus qoşunları tərəfindən tutuldu. Sərdarabad qalasının Rus qoşunları tərəfindən tutulması Cavanbulaqla deyil. Rus qoşunları qalib gəldimi? Bəli, Rus qoşunları qalib gəldi. Rusiya Qacar müharibəsi başa çatdı. Yox, hələ başa çatmayıb. Təbriz Rus qoşunları tərəfindən işğal olundu. Cavanbulağın nəticəsi deyil. Doğru cavab 47-də C variantı. 48 18-ci əsrə aid deyil. Hacı Çələbinin özünü Şəki xan elan etməsi 18-dir 1743. Rusiya ilə Osmanlı dövləti arasında İstanbul müqaviləsi 1724 aiddir. Rusiya ilə Səbəbi dövləti arasında Peterburq müqaviləsi 1723 aiddir. Nadir xanın özünü şah elan etməsi 1736 aiddir. Türkmənçay 1828-19-cu əsrdə. 48 Y variantı. 49 18-ə aid deyil. Kirmanşah 1732 aiddir. Rəşd 1732 aiddir. Pyotrun Xəzəryanı bölgələrə yürüşü 1722 aiddir. Gəncə 1735 aiddir. Buxarest 1812-19-cu əsrdə. 19-cu əsrdə Rusiya tərəfindən işğal edilmiş ilk işğal Gəncədir 1804-də. Şəki işğal olunub 1805-də. Qarabağ işğal olunub 1805-də. Naxçıvan işğal olunub deyir. İşğal olunması 1827-dir. İrəvan 1827. 1805-ci ildə müqavilə bağlamaqla Rusiyanın tabeliyinə keçmiş xanlıqlar Qarabağ, Şəki, Şamaxı. 51 oldu. Bizdə B variantı. Uyğunluq pozulub. Qəsr-i-Şirin müqaviləsinin imzalanması səbəbi Osmanlı dövləti arasında imzalanıb, pozulanı istəyir. Ədirnə müqaviləsi Rus-Osmanlı arasında düzdür. Kürəkçay Qarabağ Rusiya arasında, Buxarest Rusiya Qacar yox Osmanlı. Türkmənçay Rus Qacar. 1805 mayın 14-də nə baş verib? Rusiya ilə Qarabağ xanlığı arasında Kürəkçay müqaviləsi bağlanıb. 1805-14 mayda. 54. Gəncə və Bakı xanlıqlarının Rusiya tərəfindən işğal olunmasından sonra yaradılmış idarə üsulu. Gəncə Bakı xanlıqlarının Rusiya tərəfindən işğal olunmasından sonra burada yarandı nə? Komendant idarə üsulu. Bakı 1806-da həm işğal həm ləğv olur. Gəncədə 1804-də həm işğal həm ləğv olur. Ləğv olandan sonra da yerində yaranır komendant idarə üsulu. Dağıstanın Rusiya hakimiyyəti altına keçməsini qəbul edildi. Şimali Azərbaycan Rusiya tərəfindən işğalının ilk mərhələsi deyirsə, bu Gülüstan müqaviləsidir. 55 olacaq A variantı bizdə. 56. Qacarlar Azərbaycanın şimalında ən mühüm dayaqlarından birini itirdi. Rusiya Cənubi Qafqazda hərbi strateji üstünlüyü ələ keçirdi. Bu da nə olacaq? Deməli, Qacarlar Azərbaycanın şimalında ən mühüm dayaq nöqtəsini itirib. Rusiya Cənubi Qafqazda hərbi strateji üstünlük qazanıb. Bu Gəncənin işğalı ilandır. Verilənlərin hər ikisi nəticəsidir hansı hadisənin? Gəncənin Rus qoşunu tərəfindən işğal edilməsinin. Bəli, 1804-cü ildə Gəncənin işğalı nəticəsidir bunlar. Qarababa döyüşü yox, 3 kilsə Gəməli bunlar birinci Rus Qacardır. Təbrizin Ruslar tərəfindən işğalı yox, Urmiyar Dəbirin işğalı yox, bunlar ikinci Rus Qacardadır. 57. Quba və Lənkəran xanlıqları 19-cu əsrin ilk 10 illiyində Rusiyanın işğal təhlükəsindən ehtiyat edərək onunla müqavilə imzaladı. Quba və Lənkəran 1802 Georgiyevs müqaviləsi. 1802 Georgiyevs müqaviləsi. Rusiyanın isə bu müqavilədə məqsədi Azərbaycan xanlıqlarını arxayın salmaq idi. Haqqında bəhs edilən müqaviləyə əsasən uyğunluğu müəyyən edin. Müqavilənin siyasi müddəaları, müqavilənin iqtisadi müddəaları.
Regionda Rus qoşunlarının yerləşdirilməsi. Rus qoşunlarının yerləşdirilməsindən Georgievsdə danışmamışıq. Qacar təhlükəsinə qarşı birgə mübarizənin aparılmasının nəzərdə tutulması. Bəli, Qacar təhlükəsinə qarşı birgə mübarizə burada nəzərdə tutulurdu. Quba xanlığının gələcəkdə öz istəyi ilə Rusiya himayəsinə keçə bilməsi. Bəli, bundan da bəhs olunur. İmzalayan xanlıqlarda komendant idara üsulu tətbiq olunur. Yox, ləğv olunmayıblar ki, Rusiyanın himayəsinə keçiblər. Müqavilənin iqtisadi müddəaları. Rus tacirlərinə Şəki xanlığı ərazisində gömrüksüz ticarət hüququnun verilməsi. Yox, gömrüksüz ticarətdən danışılmayıb. Qarabağ xanlığı əhalisinin Rusiya xəzinəsinə vergi ödəməsi. Qarabağ burada iştirak etmir. Xəzər dənizində gəmiçiliyin inkişafı məsələsi var idi. İmzalayan xanlıqların ərazisində diplomatik nümayəndə heyətinin açılması yox. Doğru cavab 1-də B, C-dir, 2-də sadəcə C-dir. 57 oldu bizdə B variantı. 58. 19-cu əsrin əvvəllərində Avropa dövlətləri müstəmləkələr ələ keçirmək uğrunda geniş və kəskin bir hərbi mübarizəyə girmişdilər. Avropa dövlətləri. Qərbi Avropa dövlətlərinin, xüsusən də İngiltərə, Fransanın Cənubi Qafqaz barədə işğalçı planları var idi. Ona görə də onlar Rusiyanın bu ərazidə möhkəmlənməsinə mane olmağa çalışırdılar. Mətndə bəhs olunan Qərbi Avropa dövlətlərinin Rusiyanın regionda möhkəmlənməsi siyasətinə qarşı atdığı addımları özündə əks etdirir. Hansı addımı atıb Fransa və İngiltərə Rusiyanın işğalçılıq siyasətinə qarşı? Fətəli Şah Qacarla müqavilənin imzalanması. Əlbəttə ki, İngiltərənin müqaviləsi var. 1801-də də var, 1814-də də. Azərbaycan xanlıqlarını özünə yaxınlaşdırmaq üçün diplomatik tədbirlərin görməsi. Bunlar Azərbaycan xanlıqları diplomatik münasibət qurmayıblar. Cənubi Qafqaza qoşun yeritməyiblər, yəni 19-cu əsrdə. Viyana Konqresinin çağırılmasının əlaqəsi yoxdur Viyana Konqresinin Azərbaycanın işğalı ilə. Doğru cavab oldu yalnız 1, B variantı. 59. Türkmənçay müqaviləsinin 15-ci maddəsində nədən bəhs olunur? Ermənilərin Qacarların ərazisindən Cənubi Qafqaza köçündən bəhs olunur, elə bundan bəhs olunur. 15-ci maddə sırf yəni İran ərazisindən Şimali Azərbaycana köçdən bəhs edir. Düzdür. A variantıdır. 60. 1804 Gəncə, 1806 Bakı xanlığının oxşar cəhəti, müqavilə bağlayıb müstəqil xarici siyasət hüququnu itirmələri, müqavilə bağlanması yoxdur. Ləğv olunurlar. Həm işğal olunur, həm də eyniliklə ləğv olunur iki xanlıqda. Rusiya qoşunlarının öz ərazisindən qovub çıxarmaları yox, ləğv olacaqlar. Ağa Məhəmməd xan Qacarın yürüşünə məruz qalmaları. Ağa Məhəmməd 18-ci əsrdə. Rusiya qoşunları tərəfindən işğal olunmaları, bəli, işğalları da, ləğvlər də eyni ildədir. Xərac verib daxili müstəqillərini saxlayırlar, yox. Bakı və Quba xanlıqlarının və Dərbəndin 1806-cı il tarixinə oxşar cəhət. Qacarlar dövlətinin himayəsini qəbul edirlər, yox. Osmanlı dövlətinin tərkibinə daxil olurlar, xeyr. Rus qoşunları ilə döyüşdə qələbə qazanmaları, Qacarlar dövlətinin tərkibindən çıxmaları, tərkibində deyildilər. Rusiya tərəfindən işğal olmaları, bəli, Bakıdır, Dərbənddir. 1806 həm işğal olunur, həm ləğv olunur. Quba 1806 işğal olunur, 1810-da ləğv olunur. Rəşd və Gülüstan müqaviləsinin şərtlərinə aid ümumi cəhət. Ermənilərin Azərbaycan arasına köçürülməsi bu Türkmənçaydadır. Xəzər sahili vilayətlərinin Rusiyaya birləşdirilməsi yox. Rusiyanın Xəzər dənizində hərbi donanma saxlama hüququnu əldə etməsi bu Gülüstandır. Rus tacirlərinin ticarətdə bir sıra imtiyazlar. Bəli, imtiyaz məsələsi deməli 1667 müqaviləsində var, 1717 müqaviləsində, daha sonra 1732 Rəş müqaviləsində, 35 Gəncə müqaviləsində, Gülüstanda, Türkmənçayda. Qacarların Rusiya təzminat verməsi yox. Doğru cavab 62-də oldu D. 63. Gülüstan Türkmənçay müqaviləsinin şərtlərinin ümumi cəhəti. Aleksandrın dövründə bağlanan Gülüstandır. Türkmənçay olacaq Nikolayın dövründə, 1-ci Nikolayın. Rusiyanın Qacarlara təzminat ödəməsi yox. Təzminatı ödəyir Türkmənçayda Qacar Rusa. Xəzərdə hərbi donanma saxlama hüququnun yalnız Rusiyaya verilməsi, bəli, hərbi donanma yalnız Rusiyadadır. 19-un 1-ci rübündə olan Gülüstandır, Türkmənçay 2-ci rübdədir. Qacarlardan əhalinin Cənubi Qafqaz hərəkətinə icazə verilməsi, Qacardan gəlirlər Cənubi Qafqaza Türkmənçayla. 1829 Ədirnədə bağlanmış sülh müqaviləsinin nəticəsində, bu da bağlanıb Rusiya Osmanlı arasında, Azərbaycan rəsmi iki hissəyə bölünməsi başa çatır, bu Türkmənçaydır. Erməni vilayəti adlanan qondarma bölgə yaranır, Ədirnə ilə əlaqəsi yoxdur. Osmanlı dövlətinə məxsus Ağasıq padşahlığının bir hissəsi Rusiyaya ilhaq olunur. Təbriz şəhəri Rusiyanın tərkibinə qatılır, yox. Naxçıvan Rusiyanın tərkibinə qatılır, yox. Doğru cavab 64 C variantı. 65. 1829 Ədirnə sülh müqaviləsinin bağlanması nəticəsində
Rusiya imperiyaya çevrilir? Yox, bu Şimal müharibəsinin nəticəsidir. Rusiya Azərbaycanın cənub torpaqlarını işğal edir. Yox, Rusiya Azərbaycanın cənub torpaqlarını işğal edir 2-ci Rus Qacarın gedişində. Osmanlılar bütün Cənubi Qafqazın Rusiya tərəfindən işğalını tanımağa məcbur olurlar. Bəli. Ruslar Azərbaycanın şimal xanlıqlarının Osmanlılar tərəfindən tutulmasını təsdiq edirlər. Yox. 3 isə Osmanlı dövlətinin tərkibinə qatıldı. Yox. Doğru cavab 65C variantı. 66. 19-cu əsrin əvvəlində Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsinin şərtlərinə daxil deyil. Xan və onun varisləri və xanlığın bütün əhalisi Rusiyanın təbəlliyini qəbul olunurdu. Bəli, olunurdu. Xanlıq müstəqil xarici siyasət hüququnu saxlamaqla, yox, xarici siyasəti saxlamırdı, daxili siyasəti saxlayırdı, xarici siyasət hüququndan məhrum olmuşdu. Xanlıq müstəqil xarici siyasət hüququndan məhrum idi. Xan Çar xəzinəsinə hər il bac vermə öhdəsini götürürdü. Bəli. Şuşada Rus qoşunu saxlanmalı idi. Bəli. Buxarest və Gülüstan sülh müqavilələrinin oxşar cəhəti. Buxarest 1812, Gülüstan 1813. Cənubi Qafqazın bir hissəsinin Qacarların tərəfindən işğalının tanınması. Yox. Cənubi Qafqazın bir hissəsinin Qacarlar tərəfindən işğalı tanınır Gülüstanda. Çünki burada İrəvan, Naxçıvan Qacarların tərkibində qalır. Buxarestin Qacarlar əlaqəsi yoxdur. Şimali Qafqazın bütünlüklə Rusiya tərəfindən işğalının təsdiq olunması, Şimali Qafqazın bütünlüklə Rusiya tərəfindən işğalının təsdiq olunması yox. Cənubi Qafqazın bir hissəsinin Rusiya tərəfindən işğalının təsdiq olunması, Şimali Qafqazın yox, Cənubi Qafqazın, bəli, Cənubi Qafqazın bir hissəsinin Rusiya tərəfindən işğalının təsdiq olunması, Cənubi Qafqazın bir hissəsinin və Qacarların qərbinin Rusiya tərəfindən işğalının tanınması, Şimali Qafqaz deyil, Cənubi Qafqazdır burada məsələ. 68. Kürəkçay müqavilələrinin Qarabağ və Şəki xanlıqları üçün oxşar nəticəsi. Çar xəzinəsinə bac verməkdən azad edilmələri, yox, bac verilir. Xanların müstəqil xarici siyasət hüququnu saxlamaları, xarici siyasəti saxlanmır, daxili siyasəti saxlayır xanlar. Xanlıqların daxili idarəsində Rus zabitlərinin ixtiyarına verilməsi, verilmir. Rusiyanın hakimiyyəti altına keçmələri, bəli, keçirlər əlbəttə ki. Xanlıqların ərazisində Rus qoşunlarının saxlanmasına icazə verilməməsi, yox, verilməsi. Şəki və Şamaxı xanlıqlarının 19-un 1-ci rübü, yəni 1801, 1825, bir rübdə 25 il var. Oxşarlıq. 1-ci Rus-Qacar müharibəsi ərəfəsində Rus qoşunları tərəfindən işğal olunmaları, ərəfəsində yox, gedişində. Qacarlar qoşunları tərəfindən tutularaq ləğv olunması, Rusiya ləğv edir, Qacarlar yox. Kürəkçayda Rusiya ilə iki tərəfli müqavilə imzalanması, Kürəkçay müqaviləsini Şəki Qarabağda imzalayan Şamaxı Kürəkçayın şərtlərinə oxşar müqavilə bağlayır. Türkmənçay müqaviləsinə əsasən Rusiyanın tabeliyinə verilməsi, Türkmənçay 1828 və 2-ci rübdür. Ləğv edilərək bütün hakimiyyətin komendanta verilməsi Şəki 1819, Şamaxı 1820. Düzdür. 70. 19-un əvvəlləri Azərbaycan 19-un ikinci yarısı Şimali Qafqazın oxşar cəhəti. Qacar dövlət ərazisinin erməni əhalisi Azərbaycana gəlir. Feodal ara müharibələri güclənir. Feodal ara müharibələri bu dövrdə Azərbaycanda güclüdür. Azərbaycan vahid halda deyil, parçalanmış vəziyyətdədir. Xanlıqlar bir-birinə qarşı mübarizə aparır. 19-un ikinci yarısında isə Şimali Qafqazı xatırlayın. Burada müridizm hərəkatıdır. Burada yerli əhali bir-birinə qarşı deyil, vahid bir cəbhədə birləşib Rusiyaya qarşı mübarizə aparır. Feodal ara müharibələri, yəni bizdə güclüdür. Rusiyanın müstəmləkə işğallarına məruz qalması, bəli, hər ikisi işğallara məruz qalır. Şimali Qafqaz tam olaraq Rusiya tərəfindən 1864-də fəth olunur. Azərbaycan da işğalı 1828-də başa çatır. Dövlətçilik bərpa olmur. Osmanlı-Rusiya müharibələrinin meydana çevrilmələri yox. Gəncə və Bakı xanlıqlarının işğaldan dərhal sonra ləğv edilməsinin səbəbi. Müstəqil xarici siyasət yürütmələri, Kürəkçay müqaviləsinin şərtlərinin pozması, Kürəkçay bunlar bağlamayıb, xanların özlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri, öhdəlikləri yox idi, müstəmləkə zaytına qarşı tez-tez üsyanlar yox. Burada məsələ bilirsiniz nədir? Gəncə Bakı xanlıqlarının Rusiya əleyhinə, yəni müqavimət göstərmələri. Y variantı, düşmənə silahlı müqavimət göstərmələri. Müqavimətin nəticəsində bu iki xanlıq ləğv oldu. Rusiya işğalından sonra Qarabağ və Şəki xanlıqlarında əvvəlki idarə aparatının saxlanılmasının səbəbi nədir? Xanlıq idarəsinin Rusiya üçün əlverişli olması, yox, səbəb bu deyil. Qarabağ və Şəki xanlığında əvvəlki idarə aparatının saxlanılmasının səbəbi o idi ki, Qarabağda Şəkidir, bunlar Rusiya ilə müqavilə bağlayıblar, bəli, Kürəkçay müqaviləsinə. İkinci Rus-Qacar müharibəsində Rusiya yardım göstərməsi deyil, Gəncə xanlığının işğalı zamanı Ruslara kömək göstərmələri, əhalinin silahlı müqavimət göstərməsi yox. Məsələ burada Kürəkçay müqaviləsidir.
Amerikada birinci istiqamət müharibəsi başa çatan il Azərbaycanda, yəni 1783-də. Qızılqaya 1752-dir. Qubalı Fətəli xan Rusiya elçisi heyəti göndərir. Bu deməli 75-dir, 1775. Dərbənd xanlığı Quba xanlığına birləşir. Dərbənd xanlığının Quba xanlığına birləşməsi 1806-dır. Dərbəndin Qubaya, Qubanı oxuyuram, amma rus kimi fikirləşirəm. Dərbənd Qubaya birləşib 1759-da. Cavuduşan 1774, Gəncə xanlığının hakimiyyətli bəli 1780-də başlayır, 1783-də bitir. Bitməsi aiddir, düzdür. 73-yə Rusiya tərəfindən sonuncu işğal olunan Azərbaycanın Şimal xanlığı, sonuncu işğal olunan Şimal xanlığımız İrəvandır 1827-də. Naxçıvan İrəvandan əvvəldir. Verilən xüsusiyyətlərin hər üçünün aid olduğu xanlıq müəyyən müddət Qarabağ xanlığından asılı olub. 1-ci Rus-Qacar müharibəsi zamanı müstəqilliyini saxlayıb, 28-də ləğv olub. 28-də ləğv olubsa, 28-də ləğv olan iki xanlıq var. Biri İrəvandır, bir də Naxçıvandır. 75-yə 76 Kürəkçay müqavilələrinin Qarabağ və Şəki xanlıqları üçün oxşar nəticəsi. Ərazilərin Rus qarnizonlarının saxlanmaması, yox saxlanması, müstəqil dövlət kimi ləğv edilmirlər, işğal olunurlar. Daxili idarəçinin Rus zabitlərinə tapşırılması yox, tapşırılmır, yerlilərdədir. Müstəqil xarici siyasət yeritmə hüquqları itirirlər. Bəli, bu hüququ itirir hər iki xanlıq. Rusiya qarşısında maliyyə öhdəliklərinin azad olmaları yox. 1-ci və 2-ci Rus-Qacar müharibələri arasında olan dövrdə Gəncə xanlığı ləğvi 1804 1-ci Rus-Qacardan əvvəldir. Şəki xanlığının ləğv edilərək əyalətə çevrilməsi, Şəki ləğv olunar, bəli, 1819-da ləğv olub çünki arasındadır. Ədirnə 2-ci Rus-Qacardan sonra Bakı xanlığının işğal olması 1-ci Rus-Qacarın gedişində, Urmiya Ərdəbil şəhərinin işğalı 2-ci Rus-Qacarın gedişində. Bizə 2-ci ilə 1-cinin ortasında olan hadisə lazım idi. Yenə 1-ci və 2-ci yazımda 1-ci 1804, 1813, 2-ci 1826, 1828. İndi baxırıq. Gəncə xanlığı ləğv olunub 1-cidən əvvəl. İrəvan Naxçıvan xanlıqları ləğv olub 2-cidən sonra. Rus generalı Siyadovun Bakıda öldürülməsi 1806 1-cinin gedişində. Buxarest sülh müqaviləsinin imzalanması 1-cinin gedişində olub. Rusiya Osmanlı ilə mübarizə aparıb, müqavilə bağlayıb. Qarabağ xanlığının ləğvi 1822-də ortaya bu düşür. 78-yə 79 Qarabağ və Şəki xanlıqlarının oxşar cəhətlərinə aid deyil. 1-ci Rus-Qacar müharibəsi illərində ləğv edilmələri elə bu aid deyil. Ləğv olunmurlar, işğal olunurlar. Bayat savaşında iştirak ediblər. Bəli, Şəki Qarabağ iştirak edib 1748-də. Azərbaycan torpaqlarının birləşdirmə siyasəti yeridiblər, bəli. İnzibati cəhətdən mahallara bölünüb bütün xanlıqlar. Rusiya ilə Kürəkçay müqaviləsini imzalayıb Qarabağ Şəki, düzdür. Məntiqi ardıcıllıq. 1-ci Rusiya-Qacar müharibəsinin başlaması 1804, Kürəkçay müqaviləsi 1805. 3-cü yerdə Qarababa döyüşündə Qacar ordusunun məğlub olması. Qarababada Qacar qalib gəlir. Yadda saxlayın baş hərflərlə. Qarababa Qacar. 80 deməli A deyil. Cənub-Balkan cəmaatının Rusiya tərəfindən işğalı. Bu 1803-dür də, 1-ci Rus-Qacardan əvvəldir. Gəncə xanlığı 1-ci Rus-Qacardan əvvəl 1804-də ləğv olub. Qarabağ və Şəki xanlıqlarının Rusiyaya ilhaq olunması. Qarabağ və Şəkinin Rusiyaya ilhaq olunması. İşğal olunması Rusiya tərəfindən Kürəkçay müqaviləsi nəticəsində, bəli, D variantı düzdür. Qəmərli döyüşü 1804 Kürəkçaydan əvvəldir bu. Bizə məntiqi uyğunluq lazımdır, ardıcıllıq yəni. Şəki xanlığına aid xronoloji ardıcıllıq. Səlim xan Rus qoşunları Şəkidən qovur 1806-da, İbrahim Xəlil öldürüləndən sonra. Kürəkçay 1805, 21 may. Rusiya pərəst qüvvələrindən ibarət müvəqqəti idarə 1806-dır bu da. Qacarlar dövlətinin Şəki ərazisində Rusiyaya ilhaq edilməsini tanıması. Qacar dövləti Şəkinin Rusiya ilhaqını tanıyır 1813-də. Gülüstanla. Deməli nə olacaq burada? Kürəkçay olur birinci, Kürəkçay. Sonra İbrahim Xəlilin ölümündən sonra Səlim qovur Rusları Şəkidən. Nəticədə bunun qarşılığında Rusiya müvəqqəti idarə yaradır orada. Ən sonunda Gülüstan müqaviləsində C variantı. 82. Xronoloji ardıcıllıq. Qubada yerli bəylərdən ibarət əyalət şurası 1806. Cavuduşan 1774. Qacar dövlətinin Quba ərazisinin Rusiya ilhaq edilməsini tanıması. Əlbəttə ki 1813. Gilgilçay 1810. Deməli burada nə olacaq bizim cavabımız? 2, 1, 4, sonra 3.
D variantı. Birinci Rus Qacar müharibəsi gedişində baş vermişdi. Gəncə xanlığının ləğvi ondan əvvəldir. Üç kilsə 1804. Üç kilsə döyüşü olub. İrəvan Qacarın Birləşmiş Qüvvəsi Rusiya arasında Rusiya məğlub olur. Cavanbulaq 1-ci Rus Qacar deyil, 2-cidədir. Sultanbud yaxınlığında Rus qoşunlarının məğlub olması 1812. Qacar qalib gəlir. Ərdəbil işğal olunur 2-ci Rus Qacarda. Deməli, burada nə baş verəcək? 2 və 4 aid olacaq. Yəni 2 və 4 A variantı. 1-ci Rus Qacara. Birinci Rus Qacar müharibəsi dövründə 1804-1813 xanlıq idarə sistemi saxlanmışdı. Gəncədə saxlanmayıb. Gəncə 1-ci Rus Qacardan əvvəl ləğv olub. Qarabağda saxlanılıb, Lənkəranda saxlanılıb. Birinci tərəf olsun BC. BC Rus qoşunlarını məğlub etmişdi. İrəvan məğlub edib. Gəncə xanlığı yoxdur artıq. Təbriz xanlığı yox. Doğru cavab oldu 1BC, 2A, 84 oldu D variantı. 85. Ən təhlükəli suallar bunlardır uşaqlar. Birinci Rus Qacar müharibəsi gedişində, Birinci Rus Qacar müharibəsi, birinci şərtimiz Birinci Rus Qacardır. 1804-1813. Birinci şərtdir. İkinci şərtimiz də odur ki, Qarabağ xanlığından fərqli olmalıdır. Həm Rus Qacar müharibəsinin gedişində olmalıdır Birinci Rus Qacarın. Eyni zamanda Qarabağdan fərqli olmalıdır. Şəki və İrəvan. Qarabağdan fərqli olaraq Şəki. Nə edib Şəki? Rusiyanın himayəsini qəbul edib, Qarabağda qəbul edib də Kürək çayına. Fərq deyil axı. Daxili müstəqilliyini saxlayıb, Qarabağda saxlayıb. Rus qoşunlarını ərazidən qovub, bəli, Şəki qovub. Birinci tərəf olsun C. İkinci tərəf İrəvan xanlığı. Qacarların qoşunu ilə birləşərək Rus ordusunu məğlub edib. Bəli. Bəli. Rusiya ilə müqavilə imzalamayıb. Rusiyanın əyalətini çevrilib, çevrilməyib. 1C 2A. Oldu 2085'də A variantı. 86. Birinci Rus Qacar müharibəsi zamanı daxili müstəqilliyini saxlamış xanlıqlar. Birinci Rus Qacar. Gəncə yoxdur Birinci Rus Qacarda. Ondan əvvəl ləğv olub Gəncə. 4-də çıxan variantlardan. Birinci Rus Qacarda Naxçıvan qalıbmı? Qalıb əlbəttə ki. Şamaxı qalıbmı? Şamaxı da qalıb. Bakı ləğv olub. Bakı 1806'da ləğv oldu, getdi. Bir dəqiqə. Bakı ləğv olub. Lənkəranda qalır. 1, 2, 3. B variantı 86'da. 86B. 87. Birinci Rus Qacar müharibəsi 1804-1813. Rusiya Qacar dövləti Gəncə xanlığını işğal etdi. Birinci Rus Qacardan əvvəl Gəncə işğal olunub və ləğv olunub. Ona görə A-nı götürə bilmərəm mən. Qarabağ döyüşündə məğlub olub, Qacarlara məğlub olublar 1809'da. Birinci tərəf yalnız B idi. Cavanbulaq döyüşü 2-ci Rus Qacardı. İndi Qacarlara aid olan götürürəm. Üç kilsə döyüşündə Rus qoşunlarını məğlub etdi. Düzdür. Bu düzdür. Burada düz oldu. Rus qoşunu Naxçıvandan çıxarmağa nail oldu. Oldu. İngiltərə Tehran müqaviləsini bağladı. 1814'də Tehran. İkinci tərəf də AB idi. 1B, 2AB, 87 oldu B. 88. Gülüstan müqaviləsinin şərtləri. Xəzər dənizində hərbi donanma saxlamaq Rusiyaya verilir. Qacarlar dövləti Şərqi Gürcüstan və Dağıstan Rusiyanın hakimiyyəti altına keçməsini qəbul edir. Sual işarəsi. Qacarlar dövlətinin ərazisində köçürülmüş Azərbaycan əhalisinin öz doğma yurdlarına qaytarılması. Yox. Belə bir maddə yoxdur Gülüstanda. Yanlışdır. Qarabağ, Şəki, Şamaxı, Lənkəran xanlıqlarına Rusiyanın himayəsi altında daxili müstəqilliyinin verilməsi. Daxili müstəqilliyinin ləğv olmuşdu bu xanlıq. Xarici müstəqilliyi, daha doğrusu daxili müstəqilliyi. Bir dəqiqə. Qarabağ, Şəki, Şamaxı, Lənkəran xanlıqlarına Rusiyanın himayəsi altında daxili müstəqilliyin verilməsi. Yəni Gülüstan şərti deyil axı bu. Gülüstan şərti deyil. Qacar dövlətinin Rusiyaya təzminat ödəməsi. Təzminat məsələsi də Gülüstandadır. Bütün Şimali Azərbaycan xanlıqlarının Rusiyanın tərkibinə keçməsi, axı burada İrəvan, Naxçıvan istisnadır. Rusiya və Qacar dövlətinin diplomatik korpusların yaradılması, bəli, diplomatik korpuslar ikisində də var. Gülüstanda da var, Türkmənçayda da var. Trafalqar yaxınlığında İngilislərin fransız donanması üzərində qalib gəldiyi ildə Azərbaycanda deyir, nə baş verib? Bu 1805'dir də. Aslandüz 1812'dir. Dərbənd xanlığı Rusiya tərəfindən 1806'da işğal olunur. Şamaxı xanlığı Rusiya tərəfindən işğal olundu. Şamaxı 1805'də işğal olunur. İrəvan xanlığı işğal olunur 1827'də. Rus qoşunlar Qarababa kəndi yaxınlığında məğlub edildi. 1809'dur. Doğru cavab 89'da oldu C variantı. 90. 89C, 90'a baxırıq. 19'un birinci yarısı, yəni 1801-1850'yə qədər olan
hadisələr. 1-ci Rus Qacar, 2-ci Rus Qacar. Qarabağ xanlığı ilə Kürəkçay müqaviləsi imzalanır. Bəli. Lənkəran xanlığı ləğv edilmir. 1-ci Rus Qacarda Lənkəran 1826-da ləğv olub. 1-ci ilə 2-cinin ortasında. Şəkidə xanlığı idarə etmək üçün müvəqqəti idarə yaranıb. Bəli, yarandı. Ona görə AC-ni götürəcəm mən 1-ə. AC. 2-ci Rus Qacar. Qarabağ xanlığı ləğv edilmir. Ortasında ləğv edilir 1-ci Rus Qacarla 2-cinin arasında. 22-də ləğv olub çünki. Gəncə üsyançıların Rus qarnizonu darmadağın etməsi edir. Naxçıvan xanlığının Rus qoşunları tərəfindən işğalı 1827-də işğal olunur. İkinci tərəfdə BC. Eyler-Venn diaqramı 1-ci Rus Qacar, 2-ci Rus Qacar. İrəvan xanlığının Rusiya təcavüzünə qarşı güclü müqavimət göstərməsi. İrəvan xanlığının güclü müqavimət göstərməsi ikisində də var. Bakı xanlığının ləğv edilərək əyalətə çevrilməsi 1-cidədir bu. Cavad xanın Rusiya təcavüzünə qarşı güclü müqavimət göstərməsi Cavad xan 1-ci Rus Qacardan əvvəldir. Anlı öhdəlik 1-ci Rus Qacardan əvvəldir. 1803, 1804 budur, 1803 bu. Rus qoşunlarının Təbrizi işğal etməsi 1827 bu düşür 2-ci Rus Qacara. 1B, 2Y, 3A. 1-ci Rus Qacar, 2-ci Rus Qacar. Testin yarısı burada, yarısı orada olanda qarışdırır adam. Azərbaycanın bəzi əyalətlərində Rus müstəmləkə əleyhinə üsyanlar ikisində də var. Ona görə A-nı atıram mən ortaya. A-nı atıram mən ortaya. Bir sıra xanlıqlar müqavilə bağlayaraq Rusiyanın tərkibinə keçmələri, bəli, məsələn, Kürəkçay müqaviləsini bağlayanlar, bu olacaq 1-ci Rus Qacarda. İlisi Sultanlığı 1-ci Rus Qacardan əvvəldir. Təbrizin Rusiya qoşunu tərəfindən işğalı 1827 bu 2-ci Rus Qacardadır. Şəki və Şamaxı xanlığı ləğv edilərək əyalətə çevrilməsi. Şəki ləğv olur 1819, Şamaxı 1820. Yox, bu müharibələrə aid deyil. Müharibələrin ortasında ləğv olub. Yəni 1-ci Rus Qacarla 2-cinin ortasında. 1-ə B gedir, 2-yə D gedir, 3-ə A. D variantı. Gülüstan, Türkmənçay. Azərbaycan torpaqları Rusiya və Qacar dövləti arasında bölünməsi ikisində də var. Qacar dövlətinin Rusiya təzminat verməsi təzminat Türkmənçaydadır. Şərqi Gürcüstan və Dağıstan Rusiyanın tərkibinə qatılmasını təsdiq edir Gülüstanda. Qacarların Çar sarayına girovlar göndərməsi, girovdan danışmamışıq. Ahalsıq padişahlığından danışmamışıq. Bu Ədirnədir. Deməli 90-cıda olacaq nə? 1C, 2B, 3 isə A. Gülüstan, Türkmənçay. Xəzər dənizində hərbi donanma saxlama hüququ yalnız Rusiyadadır, ortadır bu, yəni ortaq cəhətdir. İrəvan, Naxçıvan xanlıqları Rusiya tərəfindən ilhaqının tanınması bu Türkmənçayda tanınır. Qacarların Bakı və Qubanın Rusiya tərəfindən işğalını tanıması bu olacaq Gülüstanda. Ermənilərin Qacar dövləti ərazisində Şimali Azərbaycanın köçü bu olacaq deməli Türkmənçayın 15-ci maddəsində. Qacarların Rusiya xəzinəsinə ipək ilə xərac göndərməyə qəbul etməsi heç birinə aid deyil. 1C olacaq, 2BD, yəni bunu çıxıram. 1C, 2BD, 3A. 94 olacaq bizdə Y variantı. Y variantı. 95. Gülüstan, Türkmənçay və Ədirnə müqavilələri. Amma bunu istəyir bizdən. Gülüstanla Türkmənçayın ortaq cəhətini. Çünki ştrixlənmiş ərazi odur. 19-un 1-ci rübündə imzalanması. Türkmənçay 1-ci rübdə deyil, çıxıram Türkmənçaya, amma Gülüstan 1-ci rübdədir. Deməli, 1829 budur, 1828 bu, 1813. Gülüstan 1-ci rübdədir, amma digərləri yox. Digərləri deyəndə ki, biz Ədirnə lazım deyil, onsuz Türkmənçay və Gülüstan lazımdır. Cənubi Qafqazın bir hissəsinin Çar Rusiyası tərəfindən işğal olunması, bu Gülüstandır. Bir hissəsi deyirsə, Cənubi Qafqazın bir hissəsinin Çar Rusiyası tərəfindən işğal olunması, İrəvan, Naxçıvan istisnaydı da. Ermənilərin Azərbaycan torpaqlarına kütləvi köçürülməsi, ermənilər köçür, Türkmənçayda köçür, amma Gülüstanda yox. Çar Rusiyası ilə Qacar dövləti arasında imzalanıb ikisi də. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyadadır. Ticarət gəmiləri üzə bilər. Hər iki dövlətin, həm Qacarın, həm Rusiyanın Xəzər dənizində. Amma hərbi donanma saxlamaq söhbəti yalnız Rusiyadadır. Ticarət gəmilərini yadda saxlayın. Xəzər dənizində İranın da, yəni Qacarların da, Rusiyanın da ticarət gəmiləri üzə bilər. Amma hərbi donanma qadağandır. Qacar hərbi donanma saxlaya bilməz Xəzər dənizində. A variantı 95A. 96. Xanlıqları baxın. Birinci növbədə bir şərtimizi buradan baxıram. İkinci Rus Qacar. Xanlıqları tapım. Lənkəran, Təbriz, İrəvan və digər artıq şərtlərimizdir ki, bir Təbrizdir, yazırsınız başına, başlığa. 2
Lənkərandır. 3 də İrəvan. Bu başlığı mütləq yazın. Və digər şərtimiz 2-ci Rus Qacardır. Onu da göz önündə saxlayın. Rus qoşunları tərəfindən işğal edilərək ərazisində müvəqqəti idarə yarandı. Bəli. Rus zabitlərdən ibarət müvəqqəti idarə yarandı. Düzdür, Təbrizdə yaranıb məsələn. Rusiya ilə müqavilə imzaladı, Təbriz müqavilə imzalamayıb. Xan hakimiyyəti bərpa edildi, yox. Bir olacaq yalnız A. Bir də bir şey deyim, yadda saxlayın. Müvəqqəti idarə dedik ki, bir yaranıb Şəkidə, bir yaranıb Təbrizdə. Təbrizdə müvəqqəti idarəyə rəhbərlik edir Rusiya, Rus meyilli, yəni Rus zabitləri. Amma Şəkidə bizimkilərdir, yerlilərdir, sadəcə Rus meyillilərdir də. Rusa meyil göstərənlərdir, amma yerli bəylərdir. Qubada yaranan əyalət şurasının da rəhbərləri yerli bəyləri idi. Yəni Quba ilə Şəkidə yerlilər idi, amma Təbrizdə Ruslar. Bunu yadda saxlayın. Qubadakı əyalət şurasıdır, Təbrizlə Şəkidə müvəqqəti idarə. Lənkəran. Xan hakimiyyəti müvəqqəti bərpa oldu. Lənkəranda oldu, bəli. Lənkəranda xan hakimiyyəti bərpa olub. Aslandüz döyüşü 2-cidə deyil, 1-cidədir. Georgievs də heç birinə aid deyil. Georgievs 1802-dir. Cavanbulaq yaxınlığında Rus ordusunu məğlub etmişdi. Yox. Yox. Yanlışdır. Bu İrəvana aid deyil. Rus qoşunları tərəfindən işğal olundu. Bəli, 2-ci Rus Qacarın gedişində 1827-də işğal olunub. Şöriyeli azad etdi. Azad etdi, bəli. 2-ci Rus Qacarın gedişində azad etdi. 1A oldu, 2A oldu, 3BC. Necə? 96 oldu A variantı. 96A, 97. Lənkəranı verib Gəncəni, Şəkini. Qacar dövləti Gülüstan müqaviləsi ilə Rusiyanın hakimiyyəti altına keçməsini tanıdı. Deməli, bu olacaq bizdə. Bir də oxuyum. Qacar dövləti Gülüstan müqaviləsi Rusiyanın himayəsi altına keçməsini tanıdı. Üçünə də aiddir də bu. Lənkərana da, Gəncəyə də, Şəkidə. Axı hər üçü Rusiyanın tərkibində idi. Bu üç xanlığımızın üçü də. Ona görə 5-ə A-nı yazdım. 19-un ilk 10 ilində daxili müstəqilliyini saxlamışdı. İlk 10 ildə daxili müstəqilliyini saxlayan Lənkəranı idi. Bir də Şəki idi. Çünki Gəncə 1804-də ləğv olub. Lənkəranla Şəki qalır amma. 1-ci Rus-Qacar müharibəsinin Kürəkçay müqaviləsini pozdu. Müqaviləni pozan amma Şəkidir. 1806-da Səlim pozdu müqaviləni. Pozdu. 1-ci Rus-Qacar müharibəsinin sonunda Ruslar tərəfindən işğal olundu. Sonda işğal olunan isə 1813 Lənkərandır. 1804-də xanlıq idarəsi ləğv olmuşdu. Bu da olacaq Gəncədə. Deməli, nə oldu cavabımız? Baxın bir də. 1-ə D, 2-ə yazdıq Y variantı, 3-ə C, 4B, 5-ə B variantı. 98. Təhlükəli suallardan bir digəri. 1-ci Rus-Qacar müharibəsindən fərqli olaraq 2-ci Rus-Qacar müharibəsində bizə 2-ci Rus-Qacar müharibəsi lazımdır. Bir lazım deyil. İrəvan xanlığı, Gəncə xanlığı. Aha. Rus qoşunlarına ciddi müqavimət göstərdi İrəvan. Birdə də göstərib müqaviməti, ona görə götürmürəm. Rusların təslim olmaq tələbindən rədd cavab verdi. Birdə də rədd cavab verdi. Qacar ordusunun tərəfindən döyüşürdü. Birdə döyüşürdü. Rus qoşunları tərəfindən işğal edildi. Bəli, 2-də işğal edildi artıq İrəvan. 27-də, 1827-də. Birinci sərf olacaq D variantı. Gəncə xanlığı xan hakimiyyətini bərpa etdimi? Etdi. Bunu yadda saxlayın. Gəncə 2-ci Rus-Qacarda xan hakimiyyətini bərpa edib. Şəhər bir müddət Rusiya işğalından azad oldu. Oldu da, bəli. Ərazisində müvəqqəti idarə yarandı. Yox, müvəqqəti idarə 2 yerdə yaranıb. Biri 1-ci Rus-Qacarda Şəkidə, 2-ci Rus-Qacarda Təbrizdə. Şəkidə yerli bəylərdən ibarət, yəni Rus meyilli bəylərdən ibarət, yəni bizimkilərdir müvəqqəti idarənin rəhbərləri, amma Təbrizdə Rus zabitləridir müvəqqəti idarənin rəhbəri. Rusiya ilə müqavilənin imzalanması, Rusiya ilə müqavilə imzalamış Gəncə, yox, müqavilə imzalamayıb. Deməli, biri olacaq D, 2A, B. 99. İrəvan, Qarabağ, Naxçıvan. Nə istəyir? D-ni istəyir. Naxçıvandan İrəvanı. Naxçıvandan İrəvanı. Gülüstan müqaviləsi ilə Qacar dövlətinin hakimiyyəti altında qaldı. Qaldılar da, bəli.
19-un ilk 10 illiyində Rusiya ilə müqavilə imzalandı? Yox. İkinci Rus-Qacar müharibəsində Rus qoşunları tərəfindən işğal olundu. İşğal olundular da 1827-də. Əfşarlar sülaləsi tərəfindən idarə olunurdu. Əfşarlar sülaləsi tərəfindən idarə olunan xanlıqları bir-bir adını çəkəcəm indi. İrəvan idi. Zəncan, Urmiya, Təbriz. Yəni bu İrəvana aid, Naxçıvana aid deyil. Birinci Rus-Qacar müharibəsi gedişində xanlıq idarə üsulu ləğv edildi, yox ləğv edilmədi. 1-3-99-da Y variantı. 100. Qarabağ xanlığının sxemdə verilən xanlıqlarla ümumi cəhətləri. Qarabağ xanlığının Şəki ilə, Şamaxı ilə ümumi cəhəti. Bir müddət Urmiya xanlığının aslı olub. Şəki də Qarabağda aslı olub. Urmiyalı Fətəli aslığa salmışdı. Birinci Rus-Qacar müharibəsi zamanı xanlıq idarə üsulu saxlanılıb ikisində də. Rusiyanın himayəsində imtina etməyiblər, yox. Şamaxı, Qarabağlı oxşarlığı, Şəki xanlığının hücumuna məruz qalıb. Şamaxı, Şəkinin hücumuna məruz qalıb, Qarabağda məruz qalmışdı, bəli. İkinci Rus-Qacar müharibəsi zamanı xan hakimiyyətini bərpa edib. Qarabağda, Şamaxıda, yox. Gülüstan müqaviləsi ilə Rusiya tərəfindən işğalının Qacarlar tərəfindən tanınması. Bir dəqiqə. Gülüstan müqaviləsi ilə Rusiya tərəfindən işğalı Qacarlar tərəfindən tanınır. Bəli, Şamaxının da, Qarabağın da Rusiya tərəfindən işğalı tanınır. AC ortaq cəhətdir burada Qarabağla. 100B variantı. 101. Aha, belə sualları necə işləyirsiniz əziz dostlar? Biraz qarışıq suallardır, amma belə gedin. Birinci növbədə görün Rum rəqəmi ilə yazıb ki A variantı. Birə yazıb A variantı. A-nı gəlib buradan tapıram. Görüm nədir A? Əsasını Mirzə Məhəmməd xan qoyub. Aha, mənə buradan artıq bəlli oldu ki, əsası Mirzə Məhəmməd xan tərəfindən qoyulan hansı xanlıqdır? Bakı xanlığı. Deməli, mən 1-ə 4-ü mütləq yazmalıyam. Düzdür? B variantı, D variantı, Y variantı çıxdı, qaldım iki cavabın arasında. İkinci rəqəmə baxıram. Yazıb ki, C, Y. İndi burada tapmalıyam ki, hansı xanlıqdan danışır. Heç ortaya baxmağa ehtiyac yoxdur bəzən. C-yə baxıram. Rusiya ilə Georgievs müqaviləsini imzalamışdı. Georgievsi imzalayan biri bilirsiniz ki, Qubadır, bir də Lənkərandır. Baxım görüm hansı xanlıqdır indi. Cavduşan döyüşündə məğlub olan, aha, artıq burada bəllidir, Qubadır. Cavduşanda məğlub olan Qubadır axı 1774-də. C-yə də Qubaya gedir. Olacaq 1-ə 4, 2-yə isə 1 Quba. 2-yə isə 1. Vəssalam. 101 oldu bizdə. C variantı. 102. İrəvan xanlığından fərqli olaraq Gəncə xanlığı, Qarabağ, bir də Naxçıvan. Deməli 1, 2, 3 yazıram. Buraya yazım. 1, 2, 3. Bir haraydı? Bir Gəncə idi. İrəvandan fərqli olmalıdır Gəncə. 2 haradı? Qarabağ. 3 haradı? Naxçıvan. Buraya yazım ki, İrəvandan fərqlidir. İrəvana aid olmasın. Aha. 102-də İrəvana aid olmayan istir bizdən. Ruslara tabi olmaq təklifi rədd cavab vermişdi. Gəncədə İrəvanda rədd təklifini vermişdir, cavabını vermişdi. Rusiyanın himayəsinə imtina etmişlər. Bəli, ikisi də imtina etmişdi. Gəncədə İrəvanda. Fərq deyil. Ağaməhəmməd xan Qacarın tabi olmaq təklifini qəbul etdi. Gəncə qəbul etmişdi, amma İrəvan ona qarşı çıxmışdı, ittifaqda birləşmişdi. Birinci tərəfə C-ni mən aid edə bilərəm. Qarabağ. Ağaməhəmməd Qacara yaranmış ittifaqa qoşulmuşdu. İrəvan da qoşulmuşdu. Çünki Qacara qarşı yaranan ittifaqda Naxçıvan var idi, Lənkəran var idi, Qarabağ var idi, bir də Gürcülər. A ortaq cəhəti götürmürəm. Rusiyanın himayəsini qəbul etmişdi, bəli. Gülüstan müqaviləsinin əsasən Rusiyanın hakimiyyəti altında qalmışdı, bəli, qalmışdı. İrəvan Qacarda idi Gülüstanda. İkinci tərəf BC-dir. Kəngərli tayfasında olan xan tərəfindən idarə olunurdu, bəli. Birinci Rus-Qacar müharibəsində xanlıq idarəsini saxlamışdı, İrəvanda saxlamışdı. Qacar tayfasında olan xan tərəfindən idarə edilirdi. Qacar tayfasından olan xan tərəfindən idarə edilirdi. Bu İrəvanda. İrəvanda çünki 1755-də saray çevrilişi olub. Deməli, burada cavab olacaq 3-cü tərəfdə A variantı sadəcə. 102D. 103. Cədvəldə verilən hadisələrin hansıların yerlərini dəyişsə, xronoloji ardıcıllıq düzgün olar. Gəncə xanlığı Rusiya tərəfindən işğalı 1804. Qarabağ xanlığının Rusiyanın himayəsini qəbul etməsi, himayə söhbəti 1805 Kürəkçay, Gilgil 1810, Qubalı Şeyxəli ilə Ruslar arasında, Şəkidə müvəqqəti idarə 1806, Aslandüz 1812.
İndi Bizansların yerini dəyişməliyik. 1 ilə 1 gəlməlidir. Deməli, bir dəqiqə. Bir dəqiqə yox. Burada yeri dəyişməlidir. 4, 5, 3 ilə 3 ilə 4-ün yeri dəyişməlidir. 3 ilə 4-ün yeri dəyişsə, xronoloji ardıcıl düz alınacaq. Y variantı 103-də. 104. Hansı xanlığa aid xüsusiyyət verilməyib? Burada xanlıq Qubadır, Gəncədir, bu İrəvandır, Təbrizdir, Lənkərandır, Urmiyadır. Əsası Əfşar tayfasına olan xan tərəfindən qoyulub. İrəvana da aiddir bu. Urmiyaya da aiddir. İkisini də çıxıram. Təbrizə də aiddir hətta. Qarabağ xanlığından asılılığı qəbul edib. Qarabağ xanlığından Gəncə də asılı olub Qarabağdan. İkinci Rus-Qacar müharibəsinə ərazisində xan hakimiyyəti bərpa olub. Lənkəranda bərpa olub məsələn. Qubaya aid burada heç bir şey yoxdur. Bir dəqiqə. Burada Quba 5 idi. Bir dənə baxım. Elə yazmışam ki, 5'li Quba. 5. Qubaya aid burada məlumat yoxdur. 104C. 104C. Daha sonra 105. Euler-Venn diaqramında hansı hökmdarların müqayisəsi verilib? Yenə də AY-dən gedirəm. Görüm AY kimdir? 1-ci Rus-Qacar müharibəsində Qacar ordusu ilə birləşərək Rus qoşunlarını məğlub etmişdi. Bu Qəmərli 3 kilsə döyüşləridir. Qəmərli kəndi uğrunda döyüşdə Rus qoşunlarını məğlub etmişdi. Aha, bu İrəvandır. İrəvandır və İrəvan xanı Məhəmməd Hüseyndir. Deməli, mən 1-ə 4-ü tapdım. 1'ə 4'ü tapdım. Asanlaşdı işim. Qaldı 2. 2 də yazıb D. Qurqobu döyüşündə Rus qoşunlarına müqavimət göstərmişdi. Qurqobu döyüşü 1803 kəşfiyyat xarakterli döyüşdü. Ruslarla Gəncə arasında baş verib. Gəncəli Cavad da orada iştirak edən. Amma salam da 2'də 1. Gəncə xanı Cavad. 2'də 1. Oldu 105D variantı. 105D. Yəni ortaya baxmıram da. İki tərəf mənə artıq sualın cavabını tapmaqda kömək edir. Amma tapa bilməsəm suala baxıram. 2-ci Rus-Qacar müharibəsi dövründə, yəni 1826-1828 Osmanlı Rusiya Ədirnəni bağladı. 1829-dur bu, düşmür. Gümrü 1807-dir. Deyir Rus qoşunlarına məğlub oldu. Bu da 1-ci Rus-Qacarın gedişində. Navarin döyüşündə müttəfiqlər tərəfindən məğlub oldu. Navarin 1827 dəniz döyüşüdür. İngiltərə, Fransa Osmanlı məğlub edir. 1'ə C-ni götürürəm. 1'ə C. Qacar Gəncə yaxınlığında baş verən döyüşdə məğlub olur 1826-da, bəli. Tehran müqaviləsi 1814-dür. Cavanbulaq döyüşündə rusları məğlub edir, yox, məğlub olur, özü məğlub olur ruslara. İkinci tərəf sadəcə A variantı. İrəvan xanlığı 2-ci Rus-Qacar müharibəsi dövründə. Qacarlar tərəfindən hərbi əməliyyatlara qoşuldu, bəli, qoşuldu. Pəmbək Şörəliyi azad etdi. Pəmbəklə Şörəli azad etdi, düzdür. Rusiya ilə müqavilə bağladı, yox, bağlamadı. Üçüncü tərəfdə də AB-dir. Baxın, 1'ə C, 2A, 3AB olmalıdır. Elə bir cavab yoxdur. Məsələn, burada AB olsaydı D-ni götürərdim. Amma D-də sadəcə A-nı yazıb. 106-da. 107. Gülüstan müqaviləsindən fərqli olaraq Türkmənçay Ədirnə müqaviləsi. Gülüstandan fərqli olaraq Türkmənçay. Qacarlar dövləti Xəzər dənizində yalnız hərbi donanma saxlama hüququnu tanıdı. Bir də Qacarlar dövləti Xəzər dənizində yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququnu tanıdı. Bu ikisində də var da, Gülüstanda da var. Rus tacirlərinə Qacarlar dövləti arasında ticarət etmək hüququ verildi. İkisində də verilib. Qacar dövləti Rusiya təzminat verdi. Hə, bu artıq Türkmənçaydadır. Ədirnə. Rusiyanın Cənubi Qafqazdakı işğalları rəsmi şəkildə tanındı. Cənubi Qafqazdakı işğallar rəsmi olaraq tanındı. Ədirnə müqaviləsində Rusiyanın Cənubi Qafqazdakı işğalları rəsmi şəkildə tanındı. Elə Gülüstanda da tanınıb da Rusiyanın işğalı. Erməni əhalisinin Azərbaycan şimal torpaqlarına yerləşdirilməsi nəzərdə tutulurdu. Ədirnədə tutulurdu, bəli, bu Gülüstanda yoxdur. İrəvan xanlığı Rusiyaya ilhaq edildi. Ədirnə müqaviləsinin nəticəsi deyil bu. İkinci tərəf sadəcə B. 1D-dir, 2B-dir. Oldu 107, bizdə D variantı. 108. 1-ci Rus-Qacar müharibəsi gedişində 1804-1813 Qarabağ xanlığından fərqli olaraq Qarabağ aid olmasın. Şəki Rusiyanın himayəsini qəbul etmişdi, Qarabağ da qəbul edib. Daxili müstəqilini saxlamışdı, Qarabağ da saxlamışdı. Bu suala baxdığı məncə var idi bu sualdan bir dənəsi. Rus qoşunlarını ərazisindən qovmuşdu, bəli, Səlim qovmuşdu 1806-da. Birinci tərəf sadəcə C-dir. İrəvan Qacarların qoşunu ilə birləşərək Rus ordusunu məğlub etmişdi, bəli.
Rusiya ilə müqavilə bağlamışdı, bağlamayıb. Rusiyanın əyalətinə çevrilmişdi, çevrilmir. İkinci tərəfdə oldu A variantı. Məncə baxmışdıq belə bir testdə. 108B. 109. Aha, birinci tərəfi A yazıb. Əsaslı Mirzə Məhəmməd xan qoyub. Bu Bakıdır. 1-ə yazıram 4. C-yə Qarabağ xanlığı üzərinə yürüş etmişdi. Cavduşan. Buna da baxdıq axı. Necə oldu? Mən ya eyni şeylərə baxırıq axı. Cavduşan döyüşündə məğlub olmuşdu. Bu Qubadır. 1-ə 4, 2-yə 1. 1-ə 4, 2-yə 1. 109 oldu. B variantı. 110. Birinci Rus-Qacar müharibəsi zamanı daxili müstəqilliğini saxlamış xanlıqlar. Birinci Rus-Qacar müharibəsi zamanı daxili müstəqilliğini saxlamış xanlıqlar hansılardır? Gəncə 1-ci Rus-Qacardan əvvəl ləğv olub. Bakı da 1806-da 1-ci Rus-Qacarda ləğv olub. Xanlıq idarəsini saxlayanlar Lənkərandır, Şamaxıdır, İrəvandır. 1, 2, 3 A variantı 110. Hələ deyir 18-ci əsrdə Rusiya imperiyasının Azərbaycanla bağlı işğalçılıq planları müxtəlif səbəblərdən baş tutmamışdı. Düzdür, uğursuz idi. 1722, 1735, 18-ci əsrdə Rusiyanın gəlişi Azərbaycana uğursuz olub. Məsələn, 18-in birinci yarısında gəlişi uğursuz olub, elə ikinci yarısında da uğursuz olub. 1796-cı ildə Zubovun gəlişi, sonradan çıxıb getdilər Azərbaycandan. 19-un əvvəllərində hakimiyyətə gələn 1-ci Aleksandr isə sələfi Paveldən fərqli olaraq Azərbaycanın şimal xanlıqlarının tabe etdirilməsi üçün əməli işğalçılıq fəaliyyətinə başladı. Mətndə bəhs edilən işğal fəaliyyətinə əlverişli imkan yaradan beynəlxalq şərait. Aha. Əlverişli imkan yaradan beynəlxalq şərait Azərbaycanın vahid dövlətin olmaması, Azərbaycanın parçalanmış halda olması, xanlıqların bir-birinə qarşı mübarizə aparması, yaxın şərqdə fəal xarici siyasət yerdən Fransadır, İngiltərədə onların fəaliyyətinin narahat olması Rusiyanın. Baxım görüm hansı var? Elə Yassı sülhü də var burada. Bəli, Yassı sülhündən sonra Osmanlı dövlətinin Qafqazda fəal xarici siyasət yürüdə bilməməsi. Bəli, bu da səbəblərin içində var. Napoleonun işğalları yox. Qacarlar dövlətinin qeyri-sabitliyi də bəli buna təsir göstərir. Türkmənçay müqaviləsinin imzalanması. Türkmənçay heç 1-ci Aleksandr imzalamayıb axı. 1-ci Nikolay imzalayıb. 1-3. 112. Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən işğal prosesinin ilk hədəf kimi Carbalakan niyə seçilmişdi? Birinci olaraq niyə Carbalakan? Çünki bu ərazi Rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsinin yolunda mane idi. Bəli, Carbalakan cəmaatının tez-tez Rusiyanın sərhədlərini pozması yox, bu torpağın dağlıq xalqlarının azadlıq mübarizəsinə qarşı mühüm strateji əhəmiyyətli zona olması. Bəli, 3. Carbalakan cəmaatının Rusiyaya qarşı Qacar və Osmanlı dövlətləri hərbi sazişi yox. 1 və 3-dür 112-nin cavabı. 2-ci Rus-Qacar müharibəsi gedişində Qarabağ xanlığı 2-ci Rus-Qacarla 1-ci Rus-Qacarın ortasındadır. Yəni 1822-də. Sərdarabad aiddir. Aslandüz 1-cidədir. İrəvan xanlığının ləğvi 1828-21 mart 2-ci Rus-Qacardan sonradır. İrəvanın işğalı amma bəli 1827 2-ci Rus-Qacardadır. 113 oldu, deməli 2-5. 114. 1-ci Rus-Qacar müharibəsinin gedişində Gəncə xanlığının Rus qoşunları tərəfindən işğalı 1-ci Rus-Qacardan əvvəldir, bu 1804-də. Cavanbulaq döyüşü bu 2-ci Rus-Qacardadır. Lənkəranın işğalı 1813. Bəli. Təbrizin işğalı 1827 2-ci Rus-Qacardadır. Kürəkçay 1805. Bəli. 3 və 5. 1827 Navarin. Bəli. Təbrizin işğalı doğrudur. Ədirnə 1829. Gəncədə Rusiya müstəmləkəsi əleyhinə üsyanın baş verməsi 1826, Türkmənçay 1828. Oldu 115-də 1-2. 116, 112-də Borodino ilə 1812-dir. 3-2 isə 1804, Qəmərli 1804, Aslandüz 1812, Gülüstan 1813. 116 oldu 1 və 4. 117, 1826-da 2-ci Rus-Qacar müharibəsinin başlaması 26-dır, bəli. Gəncə yaxınlığında Qacar qoşunlarının məğlub edilməsi, bəli. Cavanbulaq 27-dir. İrəvan qalası Rusiya tərəfindən işğalı 27. 1 və 2 117-də. 118. Gümrü 1807-dir. Qarababa 1809. Qəmərlidir. 3 kilsədir. Bəli 1804-dür. Anlı öhdəlik 1803. 118 oldu. 3 və 4. 119. 1904. Gümrü
1807, Gəncənin ləğvi 1804, Qarababa 1809, 1-ci Rus Qacarın başlaması 1804, Şamaxının işğalı 1805-dir. 2 və 4 119-da. 1-ci Rus Qacar müharibəsi dövründən fərqli olaraq 2-ci Rus Qacar müharibəsində Şimali Azərbaycanda. Üsyanlar ikisində də var. İrəvan qalası Rus qoşunları tərəfindən işğal olundu. Bəli, 1827 bu ikincidədir. Rus qoşunları Naxçıvana daxil olması, elə birincidə də Naxçıvana daxil olmuşlar, sonradan çıxacaqlar oradan. Gəncə şəhərdə olan Rus qarnizonu darmadağın edir. Bəli, ikincidədir. Komendant idarə üsulu fəaliyyət göstərirdi. Komendant idarə üsulunun fəaliyyət göstərməsi bu ikisində də var. Ləğv olunan xanlıqların yerində komendant idarə üsulu qurulub axı. Ona görə də 120-də olacaq nə? 120-də 2 və 4. 2-ci Rus Qacar müharibəsindən fərqli olaraq 1-ci Rus Qacarda aid olsun indi. Qarabağ xanlığında xan idarə üsulu saxlanmışdı. Bəli, burada saxlanmışdı, düzdür. İkincidə yoxdur, çünki artıq 1822-də ləğv olmuşdu Qarabağ. Müəyyən müddət Gəncədə xan hakimiyyəti bərpa oldu. Müəyyən müddət Gəncədə xan hakimiyyəti bərpa oldu. Birincidə bərpa olmayıb, bu ikincidə bərpa olub. 2-ci Rus Qacarda bərpa olub. Bizə nə lazım idi? 1-ci Rus Qacar müharibəsinə aid olsun. İkinciyə yox. Ona görə mən B-ni çıxmalıyam buradan. Əyalətlərin komendantlar tərəfindən idarə olunması 2-dən fərqli olaraq 1-də, elə 2-də də idarə olunan ərazilər var idi. Qubada yerli bələdiyyadan ibarət əyalət şurası 1806-da bu 1-ci Rus Qacardadır. Bir sıra Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal edilməsi, elə 2-də də işğal var, 1-də də işğal var. 1 və 4-dür cavab 121-də. 122. 1-ci Rus Qacar müharibəsi gedişində Aslandüz olub 1812-də, Lənkəran işğal olunub 1813-də, Naxçıvanın ləğv olması 1828-21 martdır. Bu heç bir müharibəyə düşmür. Carbalakanın işğalı 1803-dür. Gəncə xanlığının ləğvi 1804. Bu da düşmür. Bu ərəfədədir. Yəni 1-ci Rus Qacar müharibəsi baş verməmişdən öncə olub. 1-2. 122 1-2. Nə qədər danışdım. 123. 2-ci Rus Qacar müharibəsi gedişində baş verib. Qarababa 1-ci Rus Qacardadır, 1809. Qarabağ xanlığının ləğvi. Qarabağ xanlığının ləğvi nə 1-ə düşür, nə 2-yə. 1822-də olub bu. İrəvan xanlığının Rusiya tərəfindən işğalı 2-cidədir, bəli, 1827. Kürəkçay 1-cidədir, 1805. Təbriz 1827-də bəli işğal olunub, 3-5. 123-də 3-5. 124. 1-ci Rus Qacar müharibəsi gedişinə aid uyğunluğu müəyyən edək. Döyüşün adı Qarababadır. Abbas Mirzə qalib gəlib, düzdür. Gilgildə Səlim xan Rus qoşunlarını Qubadan qovdu. Yox, Gilgil döyüşdə Səlim xan deyil, Şeyx Xəlildir Qubadan iştirak edən və nəticədə bu üsyan nəticəsində, Qubada baş verən üsyan nəticəsində Quba xanlığı ləğv olacaq. Səlim deyil, Şeyx Xəlil orada. Şeyx Əli Ruslara qalib gəlir. Zəyən 1806 deyil, 1805-dir. Gümrü 1807, Qacarlar yoxdur Gümrüdə, Rus Osmanlıdır. Sultanbud Rus qoşunu məğlub oldu. Bəli, Sultanbudda Qacar qalib gəlib. 1 və 5, 124-də. 125 hadisə nəticə əlaqəsinin uyğunluğu. Qubada Rus işğalına qarşı üsyanın baş verməsi, Qubada əyalət şurasının yaranması yox. Qubada əyalət şurası 1806-da yaranıb. Əyalət şurasından sonra 1810-da Qubada Rusiya əleyhinə üsyan baş verib. Bir yanlışdır, yəni səbəb nəticə düzgün deyil. Kürəkçay müqaviləsi Şuşada Rus qarnizonunun saxlanmasına icazə verilməsi 2 düzdür. Cavanbulaq Naxçıvan xanlığının işğal olunması. Cavanbulağın nəticəsində Naxçıvan Cavanbulaqdan əvvəl işğal olunub. Şəkidə Səlim xanın başçılığı üsyan, Şəki xanlığında müvəqqəti idarənin yaranması. Bəli, 4 də düzdür. 2 və 4 olacaq 125-in cavabı. 126. Burada da var. Tehran müqaviləsinin bağlanması, Qacarlar dövlətinin Rusiyanın işğallarının rəsmi olaraq tanınması yox. Tehran müqaviləsi 1814-də bağlanmışdı. Rusiya, daha doğrusu Osmanlı, İngiltərə arasında. Belə bir şərt yox idi orada. 19-un ilk 10 illiyində Rusiya tərəfindən işğal edilən xanlıqlar, ilk 10 illik, yəni 1801-1810. Gəncəni buradan çıxıram, çünki Gəncə, bir dəqiqə yox çıxmıram, bir dəqiqə. Rus-Qacar müharibəsi demir ki, İlk 10 illiyində Rusiya tərəfindən işğal olunan xanlıqlar. Gəncə olacaq 1804. İşğal deyil də, Şamaxını da götürə bilərəm. 1805-də işğal olub. Quba 1806-da işğal olub. Lənkəran artıq ilk 10 illik deyil, 1813-dür. Təbriz 1827-dir. İrəvan 27-dir. Burada qaldı nə bizdə? 2, 4, 5, 126-da. Salam.
27. Hadisə nəticə Buxarest Osmanlı dövlət Cənubi Qafqaza Rus işğallarını tanıyır. Razıyıq. Şəkidə müvəqqəti idarə Səlim xan Kürəkçay müqaviləsini nümayişkaranə şəkildə pozaraq rusları Şəkidən qovur. Yox, qovandan sonra müvəqqəti idarə yaranır. Yeri yanlış yazılıb. Qarababa döyüşü Naxçıvan xanlığı işğal olundu. Yox, Qarababa döyüşü 1-ci Rus Qacarda olub, Naxçıvan 2-cidə işğal olunub. Şahbulaq qalası yaxınında döyüş Rus qarnizonu məğlub oldu Qacarlara 1-4. Tehran müqaviləsi İngiltərə Qacarlara hərbi yardım göstərməyə öhdəsinə götürür. Düzdür. 1-4-5. Ştrixlənmiş ərazilər biri Qarabağdır, biri İrəvandır. Yox, bir də üzr istəyirəm, biri Naxçıvandır. 19-un birinci yarısını süquta uğrayıblar. Birinci yarısı 1801-1850-dir. Naxçıvan 1828-də, Qarabağ 22-də ləğv olub da. Biri götürərəm. Birinci Rus-Qacar müharibəsi illərində xanlıq idarəsini saxlamışdı ikisi də, düzdür. Cavduşanda Qubadır. Cavduşanda Qubada iştirak edən. Qubaya qarşı savaşanlar kimlər idi? Gürcülər idi, Dağıstan hakimləri idi, Şamaxı hakimi, Şəki xanlığı, bir də Qarabağ xanlığı. Qarabağ var Cavduşan döyüşündə. Qubalı fətəliyə qarşı vuruşub, o Naxçıvan yoxdur. Müəyyən müddət Osmanlı dövlətinə asılı olub heç biri. Rusiya ilə Kürəkçay müqaviləsini Qarabağ bağlayıb da. 1-2. 129. Xronoloji ardıcılığı müəyyən edək. Gəncə xanlığının Rus tərəfindən işğalı 1804. Kürəkçay 1805, Lənkəranın işğalı deyirsə 1813, Naxçıvanın ləğvi 1828. 129-da cavab olacaq 1, 2, 3 və 4. 1, 2, 3, 4. 19-un birinci yarısında Azərbaycan xanlıqlarının Rusiya tərəfindən ləğv olunma ardıcıllığı. Ləğv olunmasının ardıcıllığı. Birini yazım, qarışdırmayın. 1810-da Qubada, Lənkəran 1826, Şəki 1819, Qarabağ 1822. Deməli 2, 3, 1, 4. 2, 3, 1, 4. Yenə də eynidir. Bakı 1806, Gəncə 1804, Şəki 1819, Şamaxı 1820. 131-ə cavab götürürəm. 4, 2, 3, 1. 4, 2, 3, 1. Ləğv olunma 1822, 1819, 1806, 26. Burada da götürəcəm 2-ni, 3-ü, 4-ü, 1-i. 132. 2, 3, 4, 1. Gülüstan 1813, Şamaxı Rusiya ilə müqavilə bağlayır 1805, Kürəkçay 1805. Amma Kürəkçay müqaviləsini Qarabağ Şəki bağlayır 3. Şamaxı onlardan sonra Kürəkçaya oxşar müqavilə bağlayır 3, 2, 1. 133-də 1 dəqiqə Gülüstan sülhü ilə bitən müharibənin başlaması deyir. Necə tələsdim? Başlamasını heç görməmişəm burada. Gülüstan sülhü ilə bitən müharibənin başlaması 1804. Şamaxı ilə müqavilə 1805, Kürəkçay 1805. Kürəkçayı Qarabağ Şəki bağlayır 3, Şamaxı Kürəkçayın şərtinə bağlar oxşar müqavilə 3, 2 və yenə də eyni şey götürürəm. Qoy bunları yazım. 1-dir, 3-dür, 2-dir. Cavab 133-dən 1, 3, 2. Gəncə xanlığının ləğvi 1804, Şəki xanlığı Rusiyaya ilhaq olunması 1805, 1-ci Rus-Qacar müharibəsinin başlaması 1804. Gəncə birinci ləğv olacaq 1, sonra müharibə başlayacaq, axırda da Şəki. 1, 3, 2. 134-ün cavabı 1, 3, 2. Gəncə xanlığının ləğvi 1804, Lənkəranın ləğvi 1826, Buxarest 1812. 1, 3, 2. 135-də. Bakının ləğvi 1806, Şamaxı 1820, Ədirnə 1829. Deməli, burada 136-da cavab olacaq 1, 2 və 3 ardıcıl olaraq 1, 2, 3. Qarababa 1809, Şəkinin ləğvi 1819, Aslandüz 1812, İşğalı İrəvanın 27, ləğvi 28-dir. 137-nin cavabı 1, 3, 2, 4. 1, 3, 2 və 4. Qacarın şimal torpaqlarına birinci yürüşü 1795-də olub, ikinci 97-də. Kürəkçay müqaviləsi 1805, Qəmərli 1804, Gülüstan 1813.
3, 2, bir dəqiqə yox, bir dəqiqə. 1, 3, 2, 4. 138'də. 1, 3, 2, 4. 139. Zəyəm 1805'dir. Quruqobu. Quruqobu bir də Qarababa. Qarababa birinci Rus qacardır. Quruqobu kəşfiyyat xarakterli döyüşdü 1803 Gəncə və Rusiya arasında. Georgiyevs 1802, Sultanbud 1812. Sultanbud. 139. 3, 2, 1 və 4. 3, 2, 1, 4. 140. Dekabristlər 1825. Lənkəranda xan hakimiyyətinin bərpası. 2-ci Rus qacarda 1826. Türkmənçay müqaviləsinin bağlanması. 28. Artıq yorulduğum hər halımdan bəllidir. Türkmənçay müqaviləsini 26 yazmaqla. 1-ci Tiryək 1840, 1842. Olacaq cavab nə? Cavab olacaq 140'da 1, əvvəl 1 gələcək, dekabristlər, sonra 2, 3 və 4 ardıcıl. 1, 2, 3, 4. Bütün Qafqazın Rusiya tərəfinə işğalı bitir 1864'də. Qubanın Rusiya ilə müqavilə imzalaması, Quba xanlığı Rusiya ilə müqavilə imzalayır. Bu Georgiyevs müqaviləsidir əziz dostlar. Türkmənçay 1828, Mərkəzi Asiya Rusiya tərəfinə işğalı başa çatdırılır 1895. 141'də cavabımız olacaq 2, 3, 1, 4. 2, 3, 1, 4. 142. 1-ci Rus-Qacar müharibəsinin başlaması 1804, Viyana 1814-1815, Gəncənin ləğvi 1804, Carbalakan Rusiya tərəfinə işğalı 1803 adlı öhdəliklə. 4'ü götürəcəm. 4, 3, 1, 2. 142'də 4, 3, 1, 2. 143 Kürəkçay 1805, Buxarest 1812, Gümrü 1807, Gülüstan 1813. 143'də də 1, 3, 2, 4. 1, 3, 2, 4. Qarabağ xanlığı ləğv oldu 22'də, Türkmənçay bağlandı 28'də, Sərdarabad 1827, Monro 1823. Bu 144'də olacaq 1, 4, 3, 2. 145 İrəvanın ləğvi 1828-21 Mart, Bakı 1806, Cənubi Qafqazın Rus tərəfinə işğalının başa çatması 1828, Krım xanlığının Rusiya tərəfinə işğalı 1783. 145'də 4'ü götürürəm. 2'ni 1 sonra 3. 4, 2, 1, 3. 145. 46. Carbalakan daxili muxtariyyətin ləğvi. Artıq daxili muxtariyyəti anlı öhdəlikdə qalmışdı. 1830 üsyanında ləğv oldu. Şərqi Gürcistan Rusiya tərəfinə işğalı 1783. Lənkəranın işğalı 1813. Naxçıvanın ləğvi 1828-21 Martda. 146'da 2'ni götürürəm birinci. 2, 3, 4, ən son 1. 146, 2, 3, 4, 1. 47. Təbrizin müvəqqəti idarə 1827 işğalında Qarabağ xanlığında komendant idarə üsulu tətbiq olunur, ləğv olunanda Qarabağ. 22. Qubada əyalət şurası yaranır 1806'dan 1810'a qədər. Şəki ləğv olur 1819'da. Deməli 3, 4, 2, 1. 147, 3, 4, 2, 1. Sonlara doğru yaxınlaşdıq. 1-ci Rus-Qacar müharibəsinin gedişində Rusiya ilə müqavilə imzalamışdı. Şəkidə imzalayıb, Qarabağda imzalayıb Kürəkçayı. Başqa varmı? Yoxdur. İşğal edildikdən sonra yerli bəylərdən ibarət əyalət şurası yaranıb. Bu Qubadır. 2-ci Rus-Qacar müharibəsindən sonra xanlıq idarə üsulu ləğv olub İrəvandan Naxçıvanda. 148 nə olacaq? 1'ə A-Y, 2 B, 3 isə D. Və sonuncu sualımız 1-ci Rus-Qacar müharibəsinə aid uyğunluq. 1-ci Rus-Qacar 1804-1813. 1 olacaq bizdə Şəki, 2 olacaq Şamaxı, 3 olacaq İrəvan. Ərazinin müvəqqəti idarə yaranıb. 1-ci də Şəkidə yaranıb. 1'ə A yazıram.
Qubada Rus işğalına qarşı baş verən üsyana yardım etmişdi. Qubada Rus işğalına qarşı Şamaxıdır bu. Rusiyanın əyalətinə çevrilmişdi 1-ci Rus Qacarda, heç birinə aid deyil. Hacı Çələbi xanın Qarabağa yürüşündə onunla müttəfiq olmuşdu. Şamaxıdır, amma bu 1748 Bayat savaşındadır. Qacarların qoşunu ilə birləşərək Rus ordusunu məğlub etmişdi. Bu İrəvandır. 1804-də 3 isə Qəmərli döyüşlərində. 3-ə də Y. Deməli, 1-də oldu A variantı, 2 B variantı, 3 isə Y. Bu qədər əziz dostlar, növbəti testlərdə, suallarda görüşərik.